Bugünkü mətnimiz karbon mətnidir. Mətnin oxumağına başlayırıq. Yer kürəsi həyat üçün vacib olan xüsusiyyətlərə malik bir aləmdir. Burada müxtəlif maddələrin öz rolu, öz ahəngi var. Yəqin ki, biz boşluqlara fikirlər artıracağıq. Gəlin elə oxuya-oxuya artıraq. Belə suallarda işləyərək artırsaq daha yaxşıdır. 3 dənə boşluq var. Deməli, yer kürəsi həyat üçün vacib olan xüsusiyyətlərə malik bir aləmdir. Burada müxtəlif maddələrin öz rolu, öz ahəngi var. Bu fakt həmin qidaların nə qədər əhəmiyyətli olduğunu göstərir. Deyir, məsələn, A-nı mən yaza bilmərəm. Düzdürmü? A-nı yaza bilmərəm birinci boşluğa. Onların arasında tarazlığın pozulması ciddi fəsadlar olduğunu göstərir. Bax, bunu yaza bilərəm. Necə? Deməli, müxtəlif maddələr var deyirəm. Və sonra deyirəm ki, həmin maddələrin arasında tarazlığın pozulması ciddi fəsadlar törədərdi. Birinci boşluğa B cümləmi yazıram. Çıxdım. Birinci boşluğa B cümləmi yazıram. Sonra, karbon olduqca əhəmiyyətli bir element olub, orqanizmin qurulmasında və həyat fəaliyyətinin təmin olunmasında vacib rol oynayır. Karbon unikal xassələri sayəsində digər kimyəvi elementlərlə birləşib, milyonlarla birləşmələr əmələ gətirir. Biosferi təşkil edən bütün canlılar karbonun birləşmələrindən meydana gəlmişdir. Kütləsi 70 kiloqram olan insan bədənində 15 kiloqram karbon vardır. Karbon birləşmələri orqanizmə daha çox meyvə və tərəvəzlərin nazik qabıqları, paxlallar, süd məhsulları, yumurta və sair vasitə ilə daxil olurlar. Bax, burada paxla, bunlar hansılardır? Bura A gedər də, süd məhsulu, yumurta. Bu fakt həmin qidaların nə qədər əhəmiyyətli olduğunu göstərir. 2-yə də yazaram mı A? 1-ə B, 2-yə A yazanda avtomatik digər boşluğumda çıxır variantlara baxsaz. Cavab olur D variantı. Yəni, deyir ki, karbon əslində vacibdir və digər kimyəvi elementlərlə birləşib, birləşmələr əmələ gətirir və biosferi təşkil edən bütün canlılar bu birləşmələrdən meydana gəlir. Sonra deyir, karbon birləşmələri orqanizmə daha çox meyvə tərəvəzlərin nazik qabığı, paxlallar, süd məhsulu, yumurta və sair vasitəsilə daxil olur. Bu fakt həmin qidaların nə qədər əhəmiyyətli olduğunu göstərir. Bitkilərin kütlələrinin orta hesabla 45%-ni karbon təşkil edir. Karbon qazı atmosferin tərkibində olduğundan bitkilər onu havadan udur. Onun atmosferdəki hazırki miqdarı bitkilər üçün kifayət edir. Planetin yerüstü bitkiləri hər il 20 milyard ton, su bitkiləri isə 155 milyard ton karbon qazı mənimsəyir. Lakin atmosferdə karbon qazının miqdarı tükənmir. Bəs karbon qazı təbiətdə olduğu miqdardan artıq olarsa nə baş verər? Karbon qazı infraqırmızı şüaları udur. Bununla da yer qabığına yaxın sahələrdə istiliyin saxlanmasını təmin edir. Havada olan karbon qazının miqdarı 2 dəfə artarsa, yer qabığında temperatur 40 dərəcə artar. Havanın 1 kub metrində 20 milliqram karbon qazı olarsa, insan yaşaması üçün ciddi təhlükə yaranar. Atmosferdə karbon qazının artması yer kürəsində iqlimin istiləşməsinə səbəb olur. Dünyada gedən biokimyəvi proseslər sayəsində karbon tarazlığı qorunur. 3-ə də gedirdi D. Yəni 101-ci sualımızı izah elədik. Əgər təbiətdə karbon qazı normal miqdarından az olsaydı, atmosferdə temperatur aşağı düşər, canlıların yaşaması mümkün olmaz. Normal şəraitdə yanma prosesində karbonun oksigenlə birləşməsindən karbon qazı və su yaranır. Ancaq oksigen çatışmazlığı olarsa dəm qazı yaranır. Qapalı kiçik otaqda yanan ocaqdan, sobadan ayrılan dəm qazı insan həyatı üçün təhlükəlidir. Burada abzası yəqin ki, bölmək məsələsi var. Məncə böləcəyik. Çünki təhlükəli olması ilə bağlı artıq burada yeni bir fikir yaranır. İndi baxarıq da suala. İnkişaf etmiş ölkələrin iqtisadiyyatlarının böyük bir hissəsi, burada inkişaf etmişdən bölünəcək yəqin ki, indi baxacağım suala. İnkişaf etmiş ölkələrin iqtisadiyyatlarının böyük bir hissəsi əsası karbon olan yanacaqların, kimyəvi maddələrin və dərmanların istehsalına əsaslanır. 100% bölünəcək. Eyni zamanda karbon əsaslı sintetik birləşmələrin istehsalı bir çox ölkədə həyat səviyyəsinin inkişafına güclü təsir etmişdir. Bu da karbonun nə dərəcədə əhəmiyyətli olduğunu bir daha təsdiq edir. Maraqlı faktlardandır ki, karbon ilə bəşəriyyətin tanışlığı çox qədimlərə təsadüf etdiyindən onun kim tərəfindən kəşf olunduğu məlum deyil. Deməli, 101-ci sualımızı həll elədik. Cavabı tapdıq ki, D-dir. Boşluqlara uyğun oxuya-oxuya həll elədik. Gəlin keçək 102-ci suala. Deyir, mətnə əsasən doğru fikirləri müəyyən edin. Doğru fikri müəyyən edin. Deməli, karbon əsaslı yanacaqlar dünya ölkələri üzrə eyni miqdarda istehsal olunur deyir. Bu, əlbəttə ki,
səhvdir. Deməli, çünki deyir, inkişaf etmiş ölkələrin iqtisadiyyatlarının böyük bir hissəsinin əsası karbon olan yanacaqların, kimya maddələrin və dərmanların istehsalına əsaslanır. Amma inkişaf etməkdə olan ölkələrdə əlbəttə ki, bu eyni deyil. Birisi çox istehsal edəndə, o birisi az istehsal edəcəkdir. Hər bir ölkədə fərqlidir axı təbii ehtiyatlar. Karbon qazının miqdarının qeyri-sabitliyi təbiətdə yalnız insanlara təsir edir. Bu da səhvdir. Çünki bitkilərə də təsir eləyir. Burada çünki ümumiyyətlə deyir canlıların yaşaması. Burada deyir ki, əgər karbon qazı normal miqdardan az olsaydı, atmosferdə temperatur aşağı düşər, canlıların yaşaması mümkün olmazdı. Canlı deyəndə təkcə insan nəzərdə tutulmur, heyvanlar və bitkilər də nəzərdə tutulur. Ona görə B də səhvdir. C-də deyir, su bitkiləri yerüstü bitkilərə nisbətən karbon qazını daha çox mənimsəyirlər. Gəlin baxaq, burada miqdarını yazmışdım. Deyir, yerüstü bitkilər 20 milyard ton. Su bitkiləri 155 milyard ton, yerüstü bitkilər 20 milyarddır. Amma su bitkiləri 155 milyarddır. Deməli, su bitkiləri daha çox mənimsəyir. Bu nədir? Deyir, su bitkiləri yerüstü bitkilərə nisbətən karbon qazını daha çox mənimsəyir. Deməli, C doğru variantdır. D-də deyir, karbon qazının artması temperaturun aşağı düşməsinə səbəb olar. Karbon qazının artması, deyir ki, karbon qazı miqdarı 2 dəfə artarsa, yer qabığında temperatur 40 dərəcə artar. Deməli, karbonun artması tam tərsi temperaturun aşağı düşməsinə yox, artmasına səbəb olar. Müxtəlif səbəblərdən atmosferdə karbon qazının tükənməsi prosesi baş verir. Heç də belə. Çünki bütün əksəriyyətdə burada deyir ki, axı insanın belə bədəninin çox böyük bir hissəsi, məsələn 70 kilonun 15 kilosu karbondur, sonra bitkilərin 45% karbondur. Yəni karbondan boluq. Ona görə Y də səhvdir. Cavab olur C variantı. Keçirəm 103-cü suala. Deyir, karbon qazı təbiətdə miqdardan az olarsa, karbon qazı miqdardan çox olarsa, əlbəttə ki, hər iki halda təhlükəlidir. Gəlin baxaq. Deyir ki, karbon qazı təbiətdə miqdarından az olarsa, mövcud əlverişli tarazlıq başqa qazlar hesabına bərpa olunur. Xeyr, bərpa olunmaz. Canlılar yeni şəraitə çətinliklə uyğunlaşır. Xeyr, heç yaşaya bilməz, nəinki uyğunlaşmaq. Amma havanın temperaturu azalar deyir. Bu düzdür. Çünki karbon azalanda temperatur da azalır, karbon artanda temperatur da artır. Bitkilərin karbona olan ehtiyacı tam şəkildə təmin olunur. Xeyr, artığı da ziyandır. Karbon əsaslı sintetik birləşmənin istehsalı azalar. Xeyr. İnsan həyatı üçün təhlükə yaranar. Bəli, cavab olur 3-6. Ona görə D variantı. Asan sualdır. Keçirəm 104-ə. Mətnin deyir, tərkib hissələrinə aid ardıcıllıqları müəyyən edin. Bunun üçün biz əlbəttə ki, get-gəl eləyəcəyik. Karbon istiliyinin saxlanmasını təmin etməsi, karbon birləşmələrinin bütün canlı orqanizmlərin qurulmasına iştirak etməsi, insan orqanizmində karbon, təbiətdə karbon qazının azalması nəticəsi bitkilərin tərkibində karbon. Gəlin birinci bir yazaq görək, nə hardadır? Biz birinci əlbəttə ki, düzəcəyik. Deməli, birinci karbonun istiliyinin saxlanmasını təmin etməsidir. Karbonun istiliyin saxlanmasını təmin etməsi. Karbonun istiliyinin saxlanmasını təmin etməsi. Baxaq görək hardadır. Deməli, su yaranır, inkişaf edilmiş, deməli, az olarsa, yəni karbon qazı su yaranır, dəm qazı yaranır. İstiliyin saxlanması. Onu tapsam çox yaxşı olacaq. Bir, 2, 3, 4, 5. Elə ora baxıram, bir dəqiqə. Karbon qazı infraqırmızı şüaları durub, ona deyilən yaxın sahələrdə istiliyin. Hə, bax, ay, sal, qəşəng. Gəldim, tapdım onu. İstiliyi saxlaya bilir. Deyir, yer qabığının yaxın sahələrdə istiliyin saxlanmasını təmin edir. Və bunu qabağına gətirib yazıram 1. 1 ilə yazdım, körnə yazın gözləri kimi. Deyin görək. Buraya yazdım 1. Sonra dərsi keçirəm. Heç nə eləmədən. Karbon birləşmələrinin bütün canlı orqanizmlərin qurulmasında iştirak etməsi. Bütün canlı orqanizmlərin qurulmasında iştirak etməsini elə yuxarıda yazmışdı.
Deyir ki, biosferi təşkil edən bütün canlılar, bax burada yazıb qırmızı ilə işarələyim. Biosferi təşkil edən bütün canlılar karbon birləşmələrindən meydana gəlmişdir. Bunun qabağına gətirib yazıram 2. İndi sizdə əlbəttə ki, əlinizin altında var da, yəni rahat get-gəl eləyə bilirsiniz, mən eləyə bilmirəm. Sonra insan orqanizmində karbon. İnsan orqanizmində o 70 kiloqramlıq bir insanın tərkibində deyir. Var da, nə deyirsiniz? 15 kiloqram karbon var. Ayda bunu belə çəkməliydim. Qırmızı ilə çəkin. Bu qırmızı ilə çəkən 70 kiloqramlıq karbon var. Bunun qabağına gətirib yazıram 3. Demişdim, ardıcıllıq quranda ən rahat üsul budur. Sonra 4. Təbiətdə karbon qazının azalmasının nəticəsi. Karbon qazı azalsa nə baş verər? Onu göstərir. Bax, qırmızı ilə göstərirəm. Deyir, karbon qazı normal miqdardan az olsa. Bunu da qabağına gətirib yazıram 4. Hə? Yaxşı. Sonra bitkilərin tərkibində karbon deyir. Bitkilərin tərkibində karbon. Baxıram ki, burada yazıb bitkilərin orta hesabla, kütləsinin orta hesabla 45%-ni karbon təşkil edir. Bunu da altın xəttlədim. Göylə də bura yazdım 5. Bax, hamısını tapdım, rəqəmlədim. Sonra yuxarıdan aşağı nə edirəm? Büzürəm. Birinci gəlir 2, sonra gəlir 3, sonra gəlir 5, sonra gəlir 1, sonra gəlir 4. 2, 3, 5, 1, 4. Düzdüm, rahat da tapdım. Keçirəm bura. 2, 3, 5, 1, 4 hardadır? Y variantının. Düzgün cavab olur Y bəndi. Yəni, planın işləmə metodikası budur. Sonra 105. Axırıncı qapalı sualımızdır. Deyir ki, mətndə tünd qara hərflə verilmiş. Mətndə tünd qara hərflə verilmiş sözümüz xassə sözü idi. Yəni, ayrı-ayrı bir hissə mənasındadır. İndi baxaq görək, mətndə bir də oxuyuruq. Karbon unikal xassələri sayəsində, karbon unikal vəziyyəti sayəsində deyə bilmərəm. Karbon unikal təfsilatı sayəsində deyə bilmərəm. Unikal səbəbi sayəsində deyə bilmərəm. Karbon unikal xüsusiyyəti sayəsində deyə bilərəm. Hər bir cismin özünə məxsus xüsusiyyətləri var, özünə məxsus xassələri var. Düzgün cavab variantı olur D bəndi. Sonra keçdik 106-cı suala. Karbon qazı infraqırmızı şüaları udur. Nəticədə nə olur? Gəlirəm mətnə baxıram. İnfraqırmızı şüaları udur. 5-ci abzasda elə onu yazıb. Karbon qazı infraqırmızı şüaları udur. Nəticədə yer qabına yaxın sahələrdə istiliyin saxlanması təmin edilir. Belə yazırsınız. Bununla da yer qabına yaxın sahələrdə istiliyin saxlanmasını təmin edir. Birinci nəticəsi budur. Karbon kim tərəfindən kəşf olunduğu məlum deyil. Bunun səbəbi nədir? Maraqlı faktlardan ki, karbon bəşəriyyətin tanışlığı çox qədimlərə təsadüf etdiyindən onun kim tərəfindən kəşf olunduğu məlum deyil. Nə səbəbə karbon ilə bəşəriyyətin tanışlığı çox qədimlərə təsadüf edir? Nəticədə kim tərəfindən kəşf olunduğu məlum olmur. Belə yazmalıydınız. Çox rahat bir səbəb-nəticə əlaqəsi idi. Ümid edirəm, doğru yazmısınız. Nəsə yazdınız? Çatın. Aha. Sonra 107. Karbon əhəmiyyətli elementdir fikrini təsdiq edən 2 fakt yazın. Karbon əhəmiyyətli elementdir. Burada çox şey yaza bilərik. Ona görə ki, birinci fakt onu yaza bilərik ki, biosferi təşkil edən bütün canlılar karbon birləşmələrindən meydana gəlmişdir. İkincisi ona görə ki, karbon qazı atmosferin tərkibində olduğuna bitkilər onu havadan udur və sonra infraqırmızı şüalar bir də biosfer nədir? Sonra bəli, karbon qazı ona görə əhəmiyyətlidir ki, karbon qazı infraqırmızı şüaları udur. Bir də bəli, biosferi təşkil edən bütün canlılar karbon birləşmələrindən meydana gəlir. Bunları yaza bilərsiniz. Yəni mətndə əhəmiyyət kəsb edən hissələri yazmaq olar.
Orqanizmin qurulması, həyat fəaliyyətinin təmin olunmasında vacib rol oynayır. Düzdür. Buyur Azəlin. Buyur damım. Bəli, bəli yazmaq olar. Yazmaq olar, bəli, faydalı, əhəmiyyətli elementdir ki, sintetik maddələrdən də istifadə olunur. Doğru. Yəni asan mətndir. 20 dəqiqəni almır əslində. Rahatdır. Sonra 108. İsveç alimi Arrhenius müəyyən etmişdir ki, bir sıra qazlar atmosferin qızmasına səbəb olur. Fikir mətnin neçənci abzasına artırılsa, məzmun ardıcılığı pozulmaz, seçiminizi əsaslandırın. Atmosferin qızmasına səbəb olursa nə deyir? Artması deyir, düzdürmü? Bunu biz şeylə əlaqələndirə bilərik, 5-ci abzasla. Səbəb də onu yazırsınız ki, deyir ki, çünki mətndə deyir ki, havada olan karbon qazının miqdarı 2 dəfə artsa, yer qabığında temperatur 40 dərəcə artar. Bununla əlaqələndirirsiniz. Çünki mətndə də yazısız karbon qazının artmasının temperatur artmasına səbəb olduğu bildirilir. Ümid edirəm belə yazmısınız. Seçiminizi də mütləq əsaslandırmalısınız. 109-da da görsüz bayaqları dediyim, orada dedim abzas bölünür. Həll nədir? Nə yazıb bu? Hə, bəli yazmaq istəyib, həll yazıb. Sonra 109-da da uşaqlar inkişaf etmiş ölkəylə başlamalıdır. Bəli. Çünki mən burada oxuyanda dedim, deyəsən bölünməlidir burada. Birinci səhv yerdən böldüm. Sonradan anladım ki, yox, fikir tamamilə dəyişir inkişaf etmiş ölkədən. Çünki burada karbon oksigenlə birləşməsindən yaranan su, nə bilim, çatışmazlıq olarsa yaranan problemdən danışır. Sonra risk keçir inkişaf etmiş ölkələrin iqtisadiyyatına olan təsirindən. Bəli, bəli. Sonradan dedim ki, elə 100% buradan bölünəcək, amma yenə də baxaram, bəli, inkişaf etmiş ölkələrin iqtisadiyyatlarının böyük bir hissəsi bununla başlayan cümlədən bölməli idiniz. Sonra gəldik 110-cu suala. Mətndə altından xətt çəkilmiş sözlərə əsasən cədvəli tamamlayın deyir. Görək hansı mənadadırlar? Həqiqi yoxsa məcazi? Deyir 155 milyon ton karbon qazı mənimsəyir. Məcazidir. Məcazidir. O birisi söz nədir? Düşər. Temperatur aşağı düşər. Deyirsən budur. Bu da əlbəttə ki, məcazidir. Hər ikisi məcazi mənadadır. Həqiqi mənada mənimsəmək, məsələn, deyirəm ki, o mənim mal-mülkümü mənimsədi, evimi mənimsədi. Yəni, insan mənimsəyə də, karbon necə mənimsəsin, özününküləşdirsin ki. Düşər də ki, məsələn, qələm əlimdən yerə düşdü, pilləkəni aşağı düşdü. Uşaq dərsi mənimsədi. Dərsi mənimsəmək məncə məcazidir. Belə. Mənimsəmək, mal-mülkü mənimsəmək, pulu mənimsəmək, evi mənimsəmək, özünküləşdirmək demək. Düşmək həqiqi məndə pilləkəni aşağı düşmək yazmaq olar, bəli. Bax, o düzdür, o birisi səhv. Nə bilim, qələm əlimdən yerə düşdü. Tutaq ki. Məcazi, məcazi. Mal-mülkü, pulu, var-dövləti mənimsəmək həqiqidir. Mənimsəmək, dərsi mənimsəmək başa düşmək anlamındadır. Amma həqiqi mənada mənimsəmək özününküləşdirmək deməkdir. Yəni, məsələn, mən sənin pulunu mənimsəyirəm, yəni sənin pulunu özümünküləşdirirəm. Belə. Bu da belə. Başqa sözü sualı olan var mı mətndə? Məcazidir İbrahim o. Sən həqiqidə yazmalısan cümlədə. Düşmək sözünü həqiqidə yazmalısan. Kitab əlimdən yerə düşdü. Nə bilim, top əlimdən çıxdı, küçəyə düşdü, yola düşdü, belə. Musiqinin səsi başıma düşdü, məcazidir. Mətndə də məcazidir ya, səhv alınacaqsan. 11-ci sinif uşaqlar həqiqi məcazini hələ tapa bilmirəm. Buyur. Buyur Məhəmməd. Bəli.
Düşüb zaten. Belələri düşüb. Bu vaxta qədər düşmüş mətnlərdir. Düşə də bilir. Rəhmangilə telekinez düşmüşdü məsələn. Bunlar əslində imtahana suallar deyir ki, məsələn, birinci mətn olur bədii üslubda, ikinci mətn olur publisistik üslubda uşaqlar. Publisistikin istənilən növündən istifadə edə bilər. Amma sən üslub xüsusiyyəti yazanda sırf publisistikə aid xüsusiyyətləri yazacaqsan. Publisistikin iki ən yaygın növünü verirlər. Normalda 3 növ var. MHM-də 3 növ göstərilir. Rəsmi işgüzar publisistik, bədii publisistik və elmi publisistik. Amma ən çox imtahanda istifadə edirlər bədii publisistikdən və elmi publisistikdən. Soruşsaz ki, bu il nəyin növbəsidir? Bu il elmi publisistikin növbəsidir deyə düşünürəm. Çünki keçən il də çox rahat mətin düşmüşdü. Yəni karbon baxmayaraq ki, elmi publisistik, amma rahat mətindir. Məsələn, gözlərimiz rəngləri necə görür, mətn işləmişdik, şuuraltımız necə işləyir, ya da karbon. Görürsən, bu tipli mətnlər artıq elmi publisistik qoluna aid edilir. Amma soruşsa hansı üslubda da yazacaqsan? Publisistik. Xalq danışıq dilinə yaxınlıq, anlaşıqlıq, kütləvilik, ictimai təfəkkürün təzahür forması və s. Amma çöllərin, dənizlərin, nə bilim, keçən dəfə var idi, mətin. Bax, o bədii publisistikdir. Amma siz sadəcə publisistik deyib keçməlisiniz. Belə mətndən də düşmə ehtimalı çoxdur. Sonra, başqa sözünüz, sualınız yoxsa keçək o birisi mətnə.